Ötən il ərzində zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib. Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 1142 pasientin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Bildirilib ki, pasientlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan əleyhinə dərmandan, 1 nəfəri həşərat əleyhinə dərmandan, 352 nəfəri sirkə turşusundan, 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhluldan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvü birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabanı bitkilərdən, 6 nəfəri həşərat işləməsindən, 22 nəfər spirtli içkilərdən, 4 nəfəri isə inhalyasiya zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. Tibbi personal tərəfindən bütün pasientlərə ixtisaslaşmış toksikoloji və reanimasyon yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq təəssüf ki, 46 nəfərin 32-si kişi və 14-ü qadın həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub. Məlumatda qeyd edilib.